Qar kraliçası nağılı. Biri vardı, biri yoxdu. Uzaq ölkələrin birində Kay adında bir oğlan və Gerda adında bir qız yaşayırdı. Onlar qonşu idilər. Bir-birlərini çox istəyirdilər. Yayda pəncərələrin önündəki qızıl güllərə qulluq edər, birlikdə oyun oynayardılar. Bir qış günü göydən qəribə bir güzgünün qəlpələri yerə səpələndi. Bu sehirli güzgünün bir kiçik parçası Kayın gözünə, digəri isə düz qəlbinə batdı. Həmin andan Kay dəyişdi. O artıq gülləri sevmir, mehriban Gerdanı incidir və hər şeyə qarşı soyuq davranırdı. Çünki onun qəlbi buz parçasına dönmüşdü. Bir gün Kay küçədə kirşə sürərkən şəhərə möhtəşəm, ağappaq bir kirşə gəldi. Bu qar kraliçası idi. O Kayı özü ilə bərabər uzaqlara, şimal qütbündəki buzdan sarayına apardı. Kay orada hər şeyi unutdu və soyuq sarayda tək başına buzlarla oynamağa başladı. Bahar gəldi, amma Kay qayıtmadı. Gerda dostunu tapmaq üçün yola düşməyə qərar verdi. O çaylarla danışdı, sehirli bağlardan keçdi. Hətta meşədə quldurlarla rastlaşdı. Hamı Gerdanın dürüst və təmiz qəlbini görüb ona kömək edirdi. Bir maral onu kürəyinə mindirib düz şimal qütbünə, qar kraliçasının sarayına çatdırdı. Gerda saraya girəndə Kayı gördü. Kay tamamilə donmuşdu. Sifəti gömgöy idi və Gerdanı tanımırdı. Gerda kədərlə ağlamağa başladı. Onun isti göz yaşları Kayın sinəsinə düşdü və düz qəlbinə süzüldü. Kayın qəlbindəki buz qəlpəsi əridi. Kay gözlərini açdı, Gerdanı tanıdı və onlar sevincdən ağlaşdılar. Onların birgə sevgisi və istiliyi qar kraliçasının soyuq sehrini darmadağın etdi. Onlar əl-ələ tutub evlərinə qayıtdılar. Geri dönəndə artıq yay idi, qızıl güllər açmışdı. Kay və Gerda anladılar ki, dünyada ən böyük güc mehriban və sevgi dolu bir qəlbdir. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.